Hər kəsə salam. Sizi bir postumla isti yay günlərinə aparacağıma əminəm. Bugün sizlərlə birlikdə dəniz tematikasına uyğun saat və masa hazırlayacağım. Öncəliklə bizə lazım olan dənizin renk tonlarında rəngləri əldə etdikdən sonra onları səthin üzərinə tökə bilərəm. Müştəri daha çox tünd və açıq rənglərin qarışımı ilə dəniz masası istədiyinə görə bu rəngləri əldə etdikdən sonra isə artıq üzərinə dalğa keçidləri rənglərini vura bilərik və biz bu dalğaları isti fen vasitəsilə yayacaq. Daha sonra isə artıq bu dalğalarımız hazır olduqdan sonra mən üzərinə saatın rəqəmlərini qoyacağam. Dəniz qumu ilə, balıq qulaqları ilə birlikdə dekor etməyə başlayacağam. Və artıq tam hazır olduqdan sonra isə üzərinə yenidən bir qat da epoksi tökərək tamamlamağa hazıram. Və bu isə alınan nəticə. Və sizcə necə alındı? Bəyəndinizsə like etməyi və fikirlərinizi bildirməyi unutmayın. Videoların davamı üçün səhifəmi izləmədə qalın.